Biz 2 ay gezirdik və bütün Avropada korollarla və prezidentlərlə görüşürdük. İspaniyanın kralı ilə, Fransiyanın baş naziri ilə, yəni Germaniyanın prezidenti ilə və Litvaya gələndə Litvada onların o vaxtdakı, indiki də prezidenti Adamkus, biz onunla tanış olmalıydık və biz hamımız zalda idik, 140 nəfər, yəni orada çox tanınmış, mən özümü çıxıram, çox tanınmış adamlar var idi, 5 Nobel mükafatı, 3 Pulitzer mükafatı, 2 Goncourt mükafatı, yəni dünyada ən tanınmış adamlar idi və Adamkus özü Amerikanlıdır, Litovdur, amma Amerikada yaşayıb ömür boyu və indi Litvanın prezidentidir. Və o çıxanda köməkçisi ingiliscə dedi ki, mən indi bir yazıçıları sizə təqdim eləyərəm. Prezident çördü, başını saxladı, onu dedi, sən nə danışırsan? Sən deyir, məni onlara təqdim eləməlisən, onları mənə yox. Sən deyir, başa düşmürsən, mən dövlət məmuruyam, məni seçiblər ki, mən burada xalq pulunu alıb, mən onlar üçün xidmət eləyirəm, mən cəmi bir məmuram. Amma bu isə böyük adamdırlar, bunlar dahidirlər, bunlar yazıcıdırlar və bir-bir özü yaxınlaşdı, öz adını, öz vəzifəsini deyə bütün zalı gezdi. Bilirsiniz, hamısı vurulmuşdu o kişiyə ki, gör necə. Sonra arvadı çıxdı, tanış oldu və sizə deyim ki, çox maraqlı oldu və belə adamlarla görüşəndə doğrudan başa düşürsən ki, necə ölkələrdə necə böyük hörmətlə yazıcıya yanaşırlar. Bu tərəfdən də sizə deməliyəm ki, yəni bunu deməsəm də düzdür, Azərbaycanda da bu var. Çingiz Akifoğlu Abdullayev 1959-cu ildə hüquqşünas ailəsində anadan olub. 1976-cı ildə Bakı şəhərinin 189 saylı məktəbini bitirib. 1981-ci ildə hüquq fakültəsini bitirib və Aviasiya Sənaye Nazirliyinin hərbi obyektinə təyinat alıb. 1984-1986-cı illərdə xaricdə işləyib, 2 dəfə yaralanıb. 1987-1989-cu illərə qədər partiya işində çalışıb. İnzibati təşkilatların rəhbəri olub. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Amerikanın Critics Science Monitor təşkilatı yazıçını siyasi detektiv janrında ən yaxşı müasir müəlliflərdən biri adlandırıb. Ümumdünya Detektiv Müəlliflər Konqresi dünya üzrə 3 dəfə Azərbaycan yazıçısını məşhur detektiv müəlliflər sırasına daxil edib. Ailəlidir, 2 övladı var. Çingiz müəllim, nə qədər oxucunuz var? Təxminən bilmirəm nə qədər kitab, nə qədər adam oxuyur, amma 18 milyon yarım kitab satılıb, buraxılıb və satılıb. İndi hər kitabımı 2 adam oxuyubsa çox olar. 40 milyona yaxın. Bəlkə də 40 milyona. İldə ümumiyyətlə nə qədər kitab yazırsınız? Neçə kitab yazırsınız ildə? Bu belə deyə bilmərəm, yəni dəqiq, amma 4-5 kitab yaza bilirəm ildə. Belə olur ki, 6 kitab. Agatha Christie'nin rekordunu təzələmək istəmirsiniz? Agatha Christie'ni bilmirəm, amma Simenon 214 roman yazıb. Mən indiyəcən 70 roman və povest yazmışam. İndi hələ çoxdur mənim üçün, yazmaq hələ çox qalıb. Çingiz Abdullayev sakit uşaq olmuyor. Narazı olublar məndən ki, mən çox yəni, belə olurdu ki, dərsdən qaçırdım, oturub, mən çox kitab sevirdim, qaçırdım kitab oxumaq üçün. Yəni, bu dəcəllik demək olmaz, amma axırıncı partada oturub, mən dərsə də qulaq asmırdım, oturub kitablar oxuyurdum. Bəs qiymətləriniz necə idi? Mən bütün olimpiyadaları udurdum. Yəni, rayon, şəhər olimpiyadaları udurdum. Amma dərsdə mən keçmirdim dərsləri. Gözləyirdim ki, kimsə həll eləsin. Sonra mənə şparqalka atırdım, mən keçirdirdim. Xoşlamırdım, oturum. Yəni, tarixi mən 5-ci sinifdə olanda 10-cu sinifəcən oxumuşam. İndi də tarixi çox sevirəm, ya da ədəbiyyatı. Və mənim maraqlı deyildi, oturum neysə, qulaq asım, neysə. Ona görə belə Nirovda oxuyurdum. Yaxşı, belə deyə bilmərəm ki, hamısının 5 idi. 3 də olurdu, 4 də olurdu. Dalaşqanlığınız necə, var idimi? Eşitdiyimə görə döyülürsünüz müşərrən. Məni də döyüblər, mən də döymüşəm, bilirsiniz. Xatırlayıram ki, bizdə həyətdə bir oğlan var idi, bizdən 4 il, 5 il böyük idi. Və hər dəfə mənim qardaşımla çıxanda bizi döyürdü, çox belə döyürdü bizi. Biz də şikayət eləmirdik. Nə mən, nə mənim kiçik qardaşım, 2 yaş məndən kiçik idi, biz şikayət eləmirdik. Axırda biz oturduq, fikirləşdik. Axı, niyə görə o axı bizdən çox böyükdür, niyə görə o bizi döyməlidir? Sonra ikimiz biz danışdıq, ikimiz onun üstünə düşdük. Bəlkə də bu düz döyürdü, amma ikimiz onu yaxşıca döydük. Ondan sonra da həyətdə bizə heç kəs toxunmurdu. Hələ uşaqlıqda mən başa düşdüm ki, gücə güc lazımdır.
Bilirsiniz, buna bəzi adamlarla danışıqla olmur. Bəzi adamı vurmayanca o başa düşməyəcək. Onu vurmayanca o heç nə anlamır və ona görə gücə güc lazımdır. Hüquqşünas olmaq öz arzunuz idi, yoxsa bu da yenə Sovet psixologiyasından gəlirdi? Yəni o dövrlərdə belə idi. Ziyalı ailələr istəyərdi qızları tibb universitetində oxusun, oğlanları universitetin hüquq fakültəsində. Bizim evimizdə çoxlu kitab var idi. Plivakanın, Koninin hələ kitabları var idi. Yəni keçmiş əsrdən qalan mənim ulu babalarım hələ hüquqşünas olub və bu tanınmış, çox tanınmış hüquqşünas olublar Azərbaycanda. Mənim babam neçə il hüquqşünas, atam prokuror işləyib, Naxçıvan Respublikanın prokuroru işləyib, Azərbaycan Vəkillər Kollegiyanın rəisət heyətinin sədri işləyib neçə il və mən uşaqlıqdan hüquqşünas olmaq istəyirdim və oldum da və sizə bir sir də açım, onu heç vaxt deməmişəm. Mən hesab eləyirəm ki, bu ki, mən bir belə kitab yazıram, ona görə ki, mən görünür, yaxşı hüquqşünas olmamışam, mən kitablarımda yaxşı hüquqşünas olmaq istəmişəm və kitablarımla bunu təsdiq eləyirəm. Siz səhv eləmirəmsə Kipiyaninin də tələbəsi olubsunuz, boksa da gedibsiniz. Getdim, burnumu sındırdılar, biraz burnum sındı, qanladı, fikirləşdim ki, yox. Sonra peşəkar, yəni neyinsə məşğul olurdum, amma da boksla məşğul olmadım. Yəni burnunu sındırılandan sonra dediniz, məndən boksçu olmaz. Boksçu olması yox. Başa düşdüm ki, saxlamaq lazımdır bunu. Çingiz müəllim, ilk yazınızı orta məktəbdə yazmısınız yəqin ki, yoxsa? Bilirsiniz, bu belə olmuşdu ki, o məktəbdə də yazırdım, universitetdə də və sizə deyim, mən indi biz görüşürük, hər sentyabrın 1-də biz görüşürük, yəni məktəb dostlarımla da görüşürəm, universitet dostlar. İndi mən bilirəm ki, bizi indi çox adam baxır, onlar saxlayıblar bunları, mənim yazılarımı, yəni onlar bilmirdilər ki, mən yazıcı olacağım, onlar bilmirdilər ki, mən neysə yazacağım, amma onlar saxlayıblar bunu hamısını, mənim o vaxtdakı yazdıqlarımı və indi də bunu mənə təqdim edib göstərirlər. İlk yazını orta məktəbdə yazırsınız. Bəli. Necə qarşılanmışdı bu yazı? Yaxşı, mən neysə belə gülməli şeylər yazırdım, o vaxt hamısının xoşuna gəlirdi. Yəni o vaxt belə bir fikir var idi ki, mən yazıcı olacağam. Təsadüf oldu, yəni mən heç fikirləşmirdim də. Birinci kitabımı mən özüm üçün yazırdım. Mən onu 80-cı ilin əvvəldə mənim dostum həlak olmuşdu xaricdə, Angolada və mən onu fikirləşdim ki, mən onu yazmalıyam. Mən o vaxt mən də Angolada idim və mən istəyərdim ki, mən də bunu yazım. Gələndən sonra mən başladım yazmağa, yazdım da rus dilində göymələklər və onu o vaxt KGB-yə göndərdilər. KGB-də də polkovnik Avdiyev var idi, bizim hörmətli sədrimizin Yusufzadənin köməkçisi. Və o oxudu, dedi ki, ömründə bunu çap eləməyəcək və heç yadından da çıxart ki, bunu biz çap eləyə bilərik. Və 3 il bu qaldı o vaxtdakı KGB-də və 3 il mən gedib gəlirdim xahişlə ki, heç olmazsa onu burax yenə. Sonra da mənə çox köməklik elədilər. O vaxtdakı sədr və onun müavini, poliqrafiya sədri, mətbuat komitəsinin sədri Nazim İbrahimovdur, onun da müavini Azər Mustafazadır. Onlar çox mənə köməklik elədilər və bu birinci kitabı sonra icazə alıb buraxdırdılar. Yəni öz dostunuzun obrazını yaratdınız. Kitabda həlak olan da obrazı, nəinki həlak olan, ümumiyyətlə obrazları birinci kitab idi, bütün hissiyyətimi tökdüm o kitaba ki, o kitab belə, yəni özüm üçün yazırdım, heç fikirləşmirdim də ki, neysə, yazıcı olaram. Hesab eləyirdim ki, mən bunu yazmalıyam. Deməli, sizin üçün ən qiymətli də elə o kitabdır. Onu deyə bilmərəm, yox. Yəni, o birinci kitabdır. Birinci uşaq bilirsiniz, həmişə neysə olur qiymətli, amma ən qiymətli deyə bilmərəm. Hamısı qiymətlidir. Çingiz müəllim, orta və ali məktəb illərində sevgi, məhəbbət, yəqin ki, macəralarınız da çox olur. Deyə bilmərəm, yox. Çox da olmayıb, bilirsiniz, mən belə Ruscan desək, babnik olmamışam, yox, olmamışam. Amma qadınları sevmişəm, indi də sevirəm, indi bilmirəm, bunu verəcəksiniz, verməyəcəksiniz. Amma indi də, yəni, gözəl qadınları həmişə sevmişəm. Yəni, estet olmuşam, amma babnik olmamışam. Yəni, tez aşıq olansınız, tez vurulansınız. Ümumiyyətlə, yazıcı görünür, tez vurulan adam olmalıdır. Yəni, hissiyyət olmalıdır, neysə. Gözəl qadını görəndə sən neysə bu, neysə fikirləşməlisən, ən azı yazıcısan, əsl yazıcısansa. Çingiz müəllim, sən mi deyin, nə qədər qadın sevmişsiniz?
Qadınları çox süzbəyəm, görəndə aktyoru sevmirsiniz onu. Yəni, mən Yox, bu tamam başqa sevgidir. Yox, bilirsiniz, mən ümumiyyətcən, yəni siz məndən soruşursunuz, vurulursan ya yox. Mən Sofi Larena da vurulmuşam, indiyəcən də belə vəziyyətdə qalmışam neçə ildir. Amma Sofi Laren harda, mən harda, yəni mən onu heç görməmişəm. Mən real məhəbbətlərdən deyim. Real məhəbbəti belədir ki, bilirsiniz, evlənəndən sonra adam fikirləşir ki, real biraz az olmalıdır da. Amma olub evlənəndən sonra da. Yox, evlənəndən sonra bəlkə də olmayıb, heç yadımda deyir. Amma halbuki, yəni gözəl qadın görəndə və ona sən fikir verməyəndə bu neysə görünür, bu kişinin böyük nöqsanıdır. Bəs evlənənə qədər necə? Bu real məhəbbətləriniz çox mu olmuşdur? Real məhəbbətim olub, evlənənəcən olub. Yəni təbii ki, mən 28 yaşımda evlənmişəm. Bu əsərlərinizdəki Dronqo obrazında özünüzü yaradırsınız, səhv eləmirəmsə. Bəlkə də çox adam belə deyir, amma 99% hesab eləyirəm ki, bəli, özümü. Əgər Çingiz Abdullayev özünü Dronqo hesab edirsə, onun üçün sevdiyi qadını itirməkdən çətin şey yoxdur. Sizin necə, belə yadınıza saldığınız qadın varmı? Mənim yoldaşım. Təbii ki, mənim yoldaşımdır. 15 ildir biz bir yerdə yaşayır. Əgər mənə dözürsə, yazıcıya dözmək çox çətindir. Əgər mənə dözürsə, bu böyük bir qəhrəmanlıqdır. Özünüz sevib ailə qurubsuz? Bəli, özüm. Necə tanış olmuşdunuz? Tanış olmamışdıq. Biz qonşu idik bir binada və yəni biz 3-cü mərtəbədə yaşayırdıq, o da 7-ci mərtəbədə və hər səhər işə gedəndə görürdüm bir göyçək bir qız gedir institutda, birinci kursa gedirdi o vaxt, sonra ikinci kursda. Və hər səhər mən də biraz tez dururdum ki, onu görüm, o qızı görüm ki, nə qızdır, çox maraqlı idi. Sonra belə bildim ki, mən onun bibisini yaxşı tanıyırdım, mənim bacımla dost olublar, atasını, anasını, yəni bir-birini tanıyırdı, qonşuyduk bir bina. İndi də validənlərimiz bir binada yaşayırlar. Və sonra da belə oldu ki, yəni qanunla anamı göndərdim, atamı göndərdim qanunla. Hər şey. Çingiz müəllim, dediniz ki, universitet illərindən danışdınız. Universiteti bitirəndən sonra əsgərliyə getmədiniz. Yox, o vaxt əsgərliyə gedə də bilməzdim. Ona görə ki, mən qutaranda əsgərliyə götürmürdülər. Amma bizdə hüquq fakültəsində hərbi kafedra var idi. Və o həmin hərbi kafedranı mən bitirmişəm. Təbii ki, mən hüquq fakültəsini qutaranda mən leytenant almışdım o vaxt rütbə və çox maraqlıdır, gülməlidir də. Bütün hamısı fakültədən kim gəlirdi, yəni ayaqsız da, əlsiz də, başsız da gələn adama yazırdılar ki, sən hərbi şeyə getməlisən, sən getməlisən. Amma bizdə bir nöqsan tapan kimi yazırdılar, getməməlisən. Niyə görə? Biz istəyirdik ki, onu alaq, o rütbəni alaq. Ona görə ki, o vaxtdakı, indi də hüquqşünas ki, o rütbəsi olmayan, hərbi rütbəsi olmayan, o prokuror işləyə bilməz, polisdə işləyə bilməz, KGB-də, MNB-də işləyə bilməz. Yəni çox yerlərdə işləyə bilməz. Biz istəyirdik, bizə də vermirdilər. Yəni mən təbii ki, qutardım o vaxt, leytenant oldum. Ona görə mən də hərbiyə gedə bilməzdim, ofitser gedə bilərdim. Universiteti mən qutardım 81-ci ildə və raspределение vardı. Təbii ki, o təminatla harasa getməliydim. Və hərbi zavoda düşdüm. O vaxt onun adı Почтовый ящик idi. Ən böyük hərbi zavod idi. İndi demək olar, Vişnyovkada neçə min adam işləyirdi. Bəzi cəxlara girmək də olmurdu. Orada xüsusi hərbi axran dayanmışdı, xüsusi hərbiçilər dayanmışdı. Ora mən düşdüm. Bakıda onun filialı var idi. Bilirsiniz, çox maraqlı, belə gülməli bir əhvalat olmuşdu. Mən ora düşəndə məni ilə 2 gün danışırdılar, çağırmışdılar məni. Bəzi təşkilatlar orada danışırdılar, başa salırlar ki, bu hərbi təşkilatdır, heç kəsə deməməlisən, gedəndə bax ki, səni heç kəs güdməsin, birinci maşına oturma, ikinci maşına oturma. Yəni, belə şeyləri öyrətdilər. Sonra avtobusa oturdum, adi bir avtobusa. Getdim Vişnyovkaya, o həmin yerə çatanda sürücü götürdü mikrofonu və mikrofona dedi, hərbi zavoddur, düşən var və onu ilə də başa düşdüm ki, SSR-in sirləri qutardı, sirlər qalmadı. Yəni, mən orada işlədim, 2-3 il orada işlədim. Hamı hər şeyi artıq bilir. Hamı hər şeyi artıq. O sonra getdim, xaricdə oldum. Allahın nəzərində ən yaxşı şəxs dostların arasında yaxşı olandır. Ramazan bayramınız mübarək olsun.
yeni televizor Sinem. Müasir texnologiya əsaslanan nəhəng hamar ekran, şəffaf təsvir, əsl səs ev şəraiti üçün idealdır. Thomson, bax, dinlə və yaşa. Allah xofundan qafil olmayın. Çünki bütün yaxşılıqların mənbəyi odur. Ramazan bayramınız mübarək olsun. Bir küçücük kutucuk Toybox, Toybox, içi dolu her şeycik. Toybox, Toybox, her şeycik mi var? Kocaman bir sakız var. Toybox, Toybox, binlerce oyuncaklar. Toybox, Toybox, resimli maceralar. Toybox, Toybox, neydi adı? Toybox, Toybox, Toybox. Toybox, sakızlı oyuncak kutusu. Kentten. Əgər burnunuz tutulubsa, çətin ki özünüzü rahat hiss edəsiniz. Suns, mentollu nabat dənələri. Onlar sizi soyuq dəymənin ilk əlamətlərindən tezliklə xilas edər və siz adi həyat ritminizə asanlıqla qayıdarsınız. Suns, rahat nəfəs alın. Nə məşğul olurdu zavod? İndiki demək olar. İndi mən hüquqşünas işləyirdim. Sonra da hərbi oddeldə, xüsusi oddel var idi. Asoba oddel, orada işləyirdim. Yəni zavod özü nə ilə məşğul olurdu? Zavod, bilirsiniz, o raketlərin bəzi hissələri buraxırdı. O zavod, həmin zavod SSR-də Ministerstvo Aviasyonной pромышленности var idi. Bu ona tabi idi. Özünüz ora getdiniz, yoxsa sizin təyinatını özüm istədim. Özüm istədim, ona görə ki, sonra oradan mən gedə bilərdim xaricə. Sonra mən oradan istəyirdim keçim, yəni mən fikirləşirdim ki, Dronqa kimi olacağım, ya KGB-yə gedəcəm, ya hərbi kəşfiyyata və ona görə özüm seçdim onu. Nə qədər işlədiniz orada? 3 il, 3 ildən də biraz çox. Sonra getdiniz Afrikaya. Sonra yox, getdim Moskvaya, sonra getdim xaricə. Afrikada səfər. Afrikada oldum, Rumuniyada oldum, Aziyada oldum, çox yerlərdə oldum. Orada nə ilə məşğul olurdunuz? Orada da bunu ilə bağlı idim, yəni bu hərbi ilə bağlı. Hərbi obyektlərdə? Bəli, hərbi obyektlər də yox, hərbi sirlər, belə deyək. Rumuniyada məni çıxartdılar və bir məktub da gəldi ki, məni də Rumuniyaya heç vaxt buraxmasınlar. Burada keçmiş KGB-nun polkovniki işləyirdi, İsfəndiyar Nacaq Qulizadə, mənə çox köməklik elədi. Çağırdı, dedi ki, belə məktub gəlib da onu bağlayacaq, bilirik ki, sən Sovet vətəndaşısan, sənə etimad göstəririk, bilirik ki, sən orada heç nə belə şey eləməmişsən, amma Çavuşeskanın adamları neysə məni xoşlanmırdılar. Sonra da mən qaytardım borcumu, Çavuşeskadan bir kitab yazdım. İndi də onu çap eləmirlər Rumuniyada. Rumuniyanın səfiri mənə deyib bir 10 gün bundan öncə ki, bilirsən, biraz orada nostalgiya var, ona görə biz onu çap eləyə bilmirik. Deyirəm, mən orada yazmışam Çavuşeskanı necə gülləliyiblər. Deyir, düzdür, amma biraz belə qorxuludur bizim üçün. Niyə sevmirdi sizə Çavuşeskanın adamları? Neynəmişdiniz ki? Mən sizə deyim, bilirsiniz, o vaxt da, indi də mən özümü daxili sərbəst hiss eləyirdim. Neysə, müstəqillik məndə var idi. Yəni, mən qorxmurdum, neysə deyirdim, neysə bu Afqanistanla bağlı, ya birisi ilə bağlı, neysə mən deyirdim. Bunlara da görünür xoşuna. Sonra mən bildim ki, məni ilə çörək kəsən, məni ilə dost olan bir Rumun o vaxtdakı Securitatanın agenti idi və o məni ilə danışıb, sonra gedib mənim danışıqlarımı məlumat verirdi onların hərbi hissəyə, ona görə. Çingiz müəllimə, Rumuniyada işlədiniz, Afrika ölkələrində işlədiniz. Oldum, Afrikada komandirovkalarda oldum, amma Rumuniyada işlədim. Rumuniyada, Polşada, Germaniyada. Bəs Afrikada necə qarşılayırdılar sizi? Afrikada yəni, macəraları orada da var idi mi? Macəralarım belə yox idi, amma xəstələndim orada, çox möhkəm xəstələndim və sonra da məni gətirdilər Moskvaya
və həmin o göy mələklər hələ bəzi hissələri özümdən də yazırdım. Yəni bu tərəf məndə heç yox idi. Mən yatanda paduşkaya bir dəsmal qoyurdum, ona görə ki, qan içərisində idi. Neysə xəstəlik var idi, belə çətin bir xəstəlik. Moskvada sevinirdilər ki, bu doktor dissertasiyasıdır, bu belə xəstəlikdir, çox belə maraqlı xəstəlik. 2 ay mən orada yatdım Moskvada, xəstəxanada, Pekin mehmanxanada. Atam gəldi, orada mənə çox köməklik elədi, məni ilə qaldı və belə oldu ki, hər şey sonra qutardı. Nə xəstəlik idi? Bilmirəm, indiyəcən bilmirəm. Keçici xəstəlik idi, infeksiyon. Görünür infeksiyon idi, amma indiyəcən bilmirəm nə idi. Nədən yoluxmuşdunuz? Yaxud da elə xəstəliklər var idi? Yox, neysə olmuşdu ki, bu xəstəlik keçmişdi mənə və sizə deyim ki, orada 5 adamdan ikisi sağ qalmışdı, mən və bir mənim dostum. Sonra qayıtmadınız Afrikaya bir daha? Sonra qayıtmadım, yox. Sonra qayıtdım Bakıya. Sonra Bakıya qayıtdım və o vaxt keçmiş KGB-nun sədr müavini anamla görüşdü. Anam da mənim böyük vəzifədə işləyirdi. Anamla görüşdü. Dedi ki, biz onu harasa hazırlamaq istəyirik, orada paraşutla tullanacaq, yəni gənə neysə olacaq. Anamın öyrəyi aradı, dedi, yox, Bakıya keçirdirəm onu, qutardı. Neçə yaşı var, evlənməlidir, onun ailəsi olmalıdır, heç yeri gelməyəcək. Və belə də oldu ki, sonra bura gəldim, mən partiya işində işlədim. Bütün bu sizin başınıza gələn hadisələr, bütün bu macəralar, Rumıniya, Polşa, Afrika, bunlar sizin 28 yaşına dək olan dövrünüzdür. Bəli.